33-cü testdə şərtimiz var. S1 S2-dən, S2 S3-dən B olaraq qeyd olunub. Gördüyümüz kimi S1 və S2 kondensatı bir-birinə paralel birləşdirilmişdir və paralel birləşmədə gərginliklər bir-birinə bərabərdir və bu bizim əsas şərtimizdir. Fikir versək, A variantında və C variantında o birin O2 bərabərliyi qeyd olunur. S3-ü buradan qeyd etsək, tək qalan böyükdür şərtinə uyaraq C variantını düzgün qəbul edə bilərik. Lakin əsaslandırmaya gəlsək, burada qeyd etdik ki, ularımız bərabərdir və digər tərəfdən də baxın bu paralel hissə S3-ə ardıcıl birləşdirilmişdir. Ardıcıl birləşmədə Q'lər qeyd etdiyimiz kimi eynidir. Yəni buradan ümumi Q'su, baxın bu hissənin cəmi S3-dən keçən yükün cəminə, daha doğrusu qiymətinə bərabərdir. Əgər Q'lərimizi konstant götürsək, S bərabərdir Q böl U düsturuna görə U S ilə tərs asılıdır və bu hissənin S fikir verdiyiniz kimi kiçik olduğu üçün U-su böyük olacaq. Yəni C variantı ödənir. 34-cü testdə isə hər birinin kondensatorundakı tutumu bərabər qeyd olunur və burada fikir versəniz bu isə paraleldir. Paralel birləşmədə U-larımız da bərabərdir. Əgər U-larımız bərabər və S-lərimiz də bərabərdirsə, Q bərabərdir S vurulsun U düsturuna əsasən S də U da bərabərdirsə, bu hissələrin Q-ləri bərabər olacaq. Yəni Q2 bərabərdir, Q3 qeyd edə bilərik. Və digər tərəfdən baxın bu kondensator, bu iki paralel kondensator ardıcıl birləşmişdir. Yəni buradan keçən ümumi yük S1-dəki yükün qiymətinə bərabərdir. Yəni buradan keçən yük hər ikisinə ötürülür və qeyd etdiyimiz kimi bərabər ötürülür. Yəni bunların hər birinə Q2 desək, bu isə 2Q-dür. Və əlbəttə bizdən burada bərabərlik istəyir. S1-də daha çoxdursa, onun yükünü yarıya bölüb digərlərinə bərabərləşdirə bilərik. Orada bizdə baxın B variantında ödənir. Q2 Q3-ə bərabərdir və tək qalan böyükdür də şərt kimi də yadımıza saxlaya bilərik və onu da biz yarıya bölürük və bərabərliyi təmin edirik. 35-ci sualda da yəni eyni şəkildə fikir versəniz tutumlar bərabərdirlər və ardıcıldır bu hissə S2 S3-ə və ardıcıllığın şərtlərindən də biri Q'lərin bir-birinə bərabər olmasıdır. Yəni aydın şəkildə Q2-nin Q3-ə bərabər olduğunu rahat şəkildə görə bilirik. Digər tərəfdən, baxın, bu hissədə, buna da S desək və bu hissədə də ümumi olaraq S, bu da S, bu da S desə, ümumisi S böl 2-dir. S böl 2-dir. Və paralel birləşmə olduğuna görə yuxarı aşağı hissəyə paralel birləşdiyi üçün U'lar bərabərdirlər. U'lar bərabər olduğu üçün Q bərabərdir su düsturuna əsasən. U-su konstantsa Q'si ilə düz asılıdır. Yəni buradan da görürük ki, S'si baxın yuxarıda aşağıdakının 2 dəfə çoxdursa, bu hissənin yükü də 2 dəfə çoxdur. Yəni bura Q'dursa bura 2Q olacaq. Yəni bu formada biz təyin etdikdən sonra artıq S1-in yükünün daha böyük olduğunu biliriksə və 2 dəfə çox olduğunu biliriksə, bu hissənin yükünü yarıya bölüb ümumi şəkildə bərabərliyi təşkil edə bilərik. O da baxın A variantında Q2 bərabərdir Q3 bərabərdir Q1 bölü 2-də cavab olaraq verilmişdir.